5 otaq üst mərtəbədədir, alt mərtəbəndə otaq kimi saysaq 4 otaq da alt mərtəbədədir. Həyətyanı ərazisi belə jalüz qapı, əl qapısıdır böründə. Yerləşmə yeri Binə qəsəbəsi Məxməri çayına yaxın Sirab tərəfdə kombi sistemi çəkilib. Bax, qaraja 2 dənə maşın rahat girir. Gördüyünüz kimi tam təmirli qarajdır. Otaqlarına bax, buradan hamısına keçid var. Atmalar 5.20-dir. Qanuni 5.20-dir. Bütün otaqlara hamısına bir-bir buradan keçid var. Yəni bunları da təmir edilib, yay mətbəxi kimi istifadə eləmək olar. Hamısında forçkalar var. Standart daşından tikilibdir. İdeal 5 otaqdır. Altdakı otaqları saymasan, üstdəki otaqlardan 5 otaqdır. Belə bir ev. Yerdən də təqribən 12 daş kürsülüdür. İndi evin daxili ilə tanış olaq. Girdi dostlar, bax bunu koridor, zal da saymaq olar. Çox geniş ölçüdür. Yəni çox evlərdə zal bu boyda olur. Yataq otaqlar, lüstrları, aboyları hər bir şey vurulur. Bu zal kimi nəzərdə tutulub şəxsi tikili evdir. Tam təmir ediblər, satdığa çıxır. Və əlavə 3 dənə də yataq otağımız. Belə gördüyünüz kimi. Sanitar qovşağı asma tavanlandır. Aksesuarlar hamısı qoyulub. Və mətbəximiz, lüstrları falan hər bir şey var. Məxməri tərəfdir, suyu quyu suyudur. Əlaqə saxlayın. 5 otaq ev 85 min.